Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Payız bülbülünün tükləri niyə rəngarəngdir adlı rus nağılını danışacağam. Bəlkə də 100 il idi ki, qış belə sərt keçmirdi. Şaxta meşədəki hər şeyi dondurmuşdu. Hər gün soyuq külək əsir, quşlar havada uçarkən donub məhv olurdular. Meşədə sağ qalan quşlar kənddəki böyük evlərin isti divarları arasında özlərinə gizlənəcək yer axtardılar. Hamı soyuqdan şikayət edirdi. Bir gün quşların hökmdarı qartal belə söylədi. Dostlarım, bu daha belə davam edə bilməz. Bu soyuqlar bir neçə gündə çəksə, hamımız donub öləcəyik. Günəşə qədər uçub, onun odundan gətirib qızınmalıyıq. Yaxşı məsləhət idi. Ancaq bunu kim edə bilərdi? Birinin ayağı donmuşdu, birinin qanadları. Aralarında tüklərini itirən, soyuqdan quyruğu tökülən də var idi. O qədər yüksəyə necə uçacaqdılar? Qartal kiçik quşların bunu bacaracağına əmin idi. Amma bülbül, sərçə və sığırçın üzr istəyərək uça bilməyəcəklərini demiş və yerlərinə dönmüşdülər. Bu vaxt payız bülbülü quşu irəliyə çıxdı. Məncə mən bacararam, incə səslə dedi. Bunu söyləyib uçmağa başladı. O göylərə doğru yüksəlirdi. Getdikcə daha da yuxarı qalxdı. Günəşə doğru yaxınlaşdıqca havanın istiliyi dözülməz olurdu. Tüklərinin qovrulduğunu hiss etdi. Hətta bəzi tükləri yandı. Amma o, dostlarını soyuqdan xilas etmək üçün verdiyi sözdən imtina etmədi. Ən ümidsiz məqamda belə biraz da yuxarı uçmağa çalışdı. Ancaq dözə bilməyəcəyini hiss edəndə, soyuqdan titrəyən quşları düşünərək daha da yuxarı uçmağa davam etdi. Nəhayət, günəşə çata bildi və bir dimdik dolu od götürdü. Geri dönüb, yerə yaxınlaşdıqca, gətirdiyi odun istisindən hava da qızınmağa başladı. İlıq küləklər, mülayim mehlər sazağı qırıb, havanı yumşaldırdı. Quşlar ümid və sevinç içərisində cikkildiyir, geri qayıdan payız bülbülü quşunu bir-birinə göstərir, təriflər yağdırırdılar. Amma payız bülbülü quşunun yanmayan bircə tükü belə qalmamışdı. Ağıllı bayquşun təklifi ilə bütün quşlar öz lələklərindən birini qoparıb payız bülbülü quşuna verdilər. O gündən bəri qış sona çatanda payız bülbülü quşu isti havaları meşələrə gətirir. Onun gəlişi ilə yaz da gəlir. Elə həmin vaxtdan bəri payız bülbülü quşunun tükləri də cürbəcür rəngə çalır. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.